Salam əziz və dəyərli dinləyicilər, mən indi sizə 4-cü pərdəni oxuyuram. Qeyd edeyim ki, əvvəlki 3 pərdənin izahını əvvəlki videolarda yerləşdirmişəm. Başlayaq 4-cü pərdədən. Deməli, 4-cü pərdə 8-ci şəkil. Qarabağ Şuşa qalası, Xan Sarayı, Qacarın kef məclisi. Məclisdə əyanlar, bəylər iştirak edirlər. Deməli, Qarabağ Şuşa qalası, Xan Sarayı, Qacarın kef məclisidir. Artıq belə deyək, işğal ediblər, buranı alıblar. Qacar böyük bir qürurla keçdi pəncəmizə gözəl Qarabağ. Öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam, özünü Allah adlandırır. Gərək biz qoymayaq daşı daş üstə. Atın yığın leşi baş üstə. Mənim vicdanım da qəlbim də qandı. Dünya qan üstündə bir xanimandır. Vəzir, buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Yenə də bu vəzir öz ampulasındadır. Yenə də ancaq bu sözləri işlədir. Yenə də öz yaltaqlığındadır. Şeyx, ey böyük hökümdar, ey ulu Qacar. Şeyx əslində İbrahim xanın şeyxi idi. Yəni onun yanındaydı. Amma sonradan İbrahim xan qaçır. Bu da yaltaqda axı. İndi gəlir Qacarın yanına. Ey böyük hökümdar, ey ulu Qacar. Sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük. Bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük yaradan. Bu müqəddəs kitab, müqəddəs Quran. Güyəndə bu Quranı sevəndir də bu. Güya. Qacar, rəqqasələr gəlsin. Rəqqasələr oynayır. Qacar onların birini öpür. Birdən qızın sinəsindən itələyərək. Deyirlər, şirindir bu sənin dadı. O da kör bəxtimə qismət olmadı. Baxın, əslində bunun bir mənası var idi. Çünki əvvəldən belə deyək, Qacarın artıq sonsuz idi da, yəni övladı da olmurdu. Övladı ola bilməzdi. Ümumiyyətlə bir kişi, bir qadın arasında olan məhəbbət, bir sevda, hansısa bir hissiyat artıq Qacarda yox idi. Və o qadın orada oynayanda da o heç bir şey hiss eləmir. Çünki deyirlər şirindir. Yəni o sadəcə eşidib ki, şirindir bu sənin dadı. Amma özü heç o hissləri yaşamayıbdı və bundan sonra o gələn qadını da rəqqasəndə sinəsindən itələyir ki, deyirlər şirindir bu sənin dadı, o da kör bəxtimə qismət olmadı. Yəni mən hələ o hissi yaşaya bilməmişəm. Xanəndələrə kinayə ilə. Belə deyirlər ki, ağladır yeri sizin Qarabağın xanəndələri. Hünəriniz varsa biri rast oxuyun. Aha, rast istəyir oxusun. Xanəndə oxuyur. Gözüm yollarda qalmışdı, xəbər yox kür qırağından. Usanmaq bilmir könlüm yaşılbaşlar sorağından. O yerlər min xəyal eylər, təbiət şeirə layiqdir. Öpər bülbül səhər tezdən gülün yaqut dodağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif ömür azdır. Düşər bir gün laçın könlüm şeir sənət marağından. Qacar, qəzəl Vaqifindir? Şeyx, bəli Vaqifin, Qacar. Nə oldu onu tez tapın gətirin. Sərkərdə baş əyib çıxır. Vəzir, bu doğrudan böyük qüdrətdir. Vəzir deyir ki, vəzir bu doğrudan böyük qüvvətdir. Deməli bunu kimə deyir? Vəzirə deyir. Kimdir? Qacar. Vəzir, bu doğrudan böyük qüvvətdir. Qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Vəzirdən öz fikrini soruşur. Vəzir, nə deyim sizə? Buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də var, ədalət də var. Şeyx, şahım, təhlükədir Vaqif doğrudan. Onu gözünüzdən qoymayın bir an. Deyir qanunlarda yoxdur həqiqət. Deyir ki, pərdədir bütün şəriyyət. Nədənsə el oba çox sevir onu. Bilmir bu qədər tərs olduğunu. Deməli, şeyxin dilindən eşidirik ki, Vaqif güya deyir ki, qanunlarda həqiqət yoxdur, pərdədir. Bütün bəşəriyyət pərdədir. Aha. Bir də bərk dostudur o qaçaq Eldar. Deməli, Eldarın dostudur. Bircə saniyə, Eldarın dostudur. Sizin düşməniniz, bəli, o murdar. Vaqif yaşadıqca qorxudur bizə. Şair görünməsin gözlərinizə. Yəni, sadəcə ona bir şair kimi baxmayın. Qacar. Yazdığı cavabdan bilmişəm onu. Dayan, sovuraram göyə tozunu. Qoy gəlsin, əylənib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Təlxək hürə gəlir, Qacar.
Təlxəy, yenə hürürsən, Təlxəy, əyanları göstərərək. Şah sağ olsun, bu sürüyə bəs bir köpək deyil gərək. Aha, baxın, Təlxəy yenə də doğruları vurğulayır, əyanları göstərir və deyir ki, bu sürüyə, onları yəni bir növ qoyun adlandırır da. Bəs bu sürüyədir, bir köpək lazım deyil. Hamı gülür. Gülür, amma heç fərqində deyirlər ki, nəyə gülürlər. Qacar, Təlxəy, söylə, məni çoxmu sevirsən? Təlxəy, şahım, yaranmadan qulunuzam mən. Qacar, bir də görüm, məni əsir alsalar, qaranlıq zindana tutub salsalar, neylərsən? Təlxəy, neylərəm, aman, keçərəm yolunda baş ilə candan. Sizi zindanlara salsalar əgər, insan boğazlaram düz 30 nəfər. Qacar, ayağa qalxıb qızıl kəmərini göstərərək. Təlxəy, kəmərimin qiymətidir bu. Təlxəy, şahım, elə mən də bilirəm bunu. Kəmərdən qiymətli sizdə nə var ki? Aha, görürsən nədir? Deyir, kəmərdən qiymətlidir sizdə nə var ki? Ən qiymətli elə odur da sizdə olan. Gülüş, Vaqifi gətirirlər. Qacar. Vaqifi gətirirlər, Qacar heyrətlə. Aha, bəşəymir hüzurumda bu, şeyx. Yoxdur vicdanında qanun qorxusu. Qacar. Vaqifə, şair, hökümdarın hüzurundasan. Vaqif, bunu sizsiz belə düşünürəm mən. Aha. Qacar, bəs baş əymədiniz? Vaqif, əymədim, bəli, əyilməz vicdanın böyük heykəli. Qacar, qılınclar toqquşub iş görən zaman neyləyər dediyiniz quru bir vicdan? Vaqif, vicdan dedikləri bir həqiqətdir, beşiyi, məzarı, əbədiyyətdir. Qacar, bəs zindan necədir, qaranlıq zindan? Vaqif, soyuq məzara da zinətdir insan. Qacar, yenə göylərdədir şair xəyalın. Vaqif, əzəldən hüdudu yoxdur kamalın, yəni ağlın. Qacar, aha, sınıyırdım idrakınızı, doğrudan bir şair görürəm sizi. Xoşbəxt halq eləmiş sizi yaradan. Vaqif, dünyada qalacaq yalnız yaradan, yəni yalnız Tanrı. Qacar, çox gözəl, inanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin bu saatı, o ulduz, o ay. Sizə tapşırılsın bu gündən gərək, ancaq bir şərtim var. Vaqif, buyurun görək. Qacar, gərək fars dilində yazılsın sənətkar, fars dilində. Vaqif, Azəri yurdunun oğluyam mən də, az uydururam yeri gələndə, yəni Azəriyəm, Azəri dilində yazıram da. Qacar, yaxşı, gəl əl götür bu inadından, bu qədər naşükür olmasın insan. Vaqif, aldada bilməmiş dünyanın varı, bir məslə eşqi ilə yaşayanları, mən ellər bağında azad bir quşam, mənsəbə, şöhrətə satılmamışam. Vəzir, yaxşı da, çarıqlı kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Yəni Firdovsini də təbii ki, İran belə də fars şairidir axı. Vaqif, dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Yəni sənin Firdovsin varsa, bizim də nizamimiz, füzulimiz var. Qacar kinayə ilə. Nizamiyə bax, füzuliyə bax, Vaqif. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qacar, görünür günəşə iştahan vardır. Vaqif, günəşdən gizlənən yarasalardır. Yarasalar həmişə qaranlıqda olur. Şeyx, buna qulaq asmaq çətin peşədir. Vaqif, niyə? Qulağınız çoxdan şəşədir. Böhtan eşidəndə qızarıb yanar. Doğru söz gələndə pambıq tıxanar. Vəzir, sizin sözünüzün kəsəri azdır. Vaqif, oxuyan bülbüldür, dinləyən qazdır. Vəzir, bir də Vaqif əvvəlki pərdələrdə də şeyxi də qaz adlandırmışdı. Deyirdi, papağını çıxartsan, daz qazsan, yəni başın dazdır da, keçəl qazsan demişdi. İndi burada da Vaqif və Şah Qacarın vəzirinə deyir ki, oxuyan bülbüldür, yəni mən özünü bülbül adlandırır, sən isə deyir qazsan, dinləyən qazdır. Vəzir, of, məndə olsaydı bundakı hünər, Vaqif, ağılsız köpəklər ulduza hürər. Qacar, vəzirə, ver cavabını, nə durmusan, din? Hə, yenə döyükür sarsaq gözlərin. Vaqif, neyləsin, yazdığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar. Şeyx, kinayə ilə, şairə sənətdir tikanlı sözlər. Vaqif, sözdən qazanmaz ki bozarmış üzlər. Sözdən qızarmaz kidir bozarmış üzlər.
Yəni mən nə qədər tikanlı söz desəm də sizdən onsuz utanan sifət yoxdur. Qapıçı daxil olur, qapıçı. Şahın bir qoca var, gəlsin içəri, Qacar de gəlsin. Vidadi daxil olub təzim edir. Vidadi. Hakimin hökmü, hünəri. Onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Vaqifi göstərərək. Şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə dağlar da dil deyib ağlar. Əff edin, yaxşılıq qalır yadigar. Qacar. Dinin düşmənidir, o ölsün gərək. Vidadi. Xeyr, o vaqifdir, eşqə gələrək. Bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsini. Qacar acıqlı şəkildə. Görək nə deyir. Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa qoysaq saxlasın. Vidadi. Siz hökümdarsınız. Qacar. Yaxşı qoca, mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini. Bir də həcv deyən acı dilini. Həcv də yəni demişdim ki, tənqidi sözlərdir, yəni biraz ağır tənqidlər. Razısan, Vaqif? Razıyam, böyük hökümdar. Mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz. Qatır cinsisiniz doğub törəməz. Yəni yenə də burada onun sonsuzluğuna toxunur. Qacar, Vaqif, indi get. Saray həyatını büsbütün tərk et. Gərək yaşamasın qadir naşunas. Vaqif, sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahuvayları. Görmüşəm şahların vəfasını mən. Xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını. Dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı, taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Deməli, bunları kim deyir? Vaqif deyir. Çıxır, Qacar hiddətlənərək Vaqifin arxasınca. Aparın, aparın onu zindana. Gözdağı çəkdirin Azərbaycana. Burada Azərbaycana sözündən metonimiyadan istifadə olunubdur. Azərbaycan deyəndə Azərbaycan xalqını nəzərdə tutur. Vidadi, qızılı udsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Baxın, bu sözləri Vidadi deyir. Qızılı udsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Qızıl deyəndə də Vaqifi nəzərdə tutur. Çıxır, Qacar. Bəri bax, dayanma, burada Zülfüqar. Burada Zülfüqar, Vaqifi zindana sən özün apar. Bir quş da səkməsin onun yanından. Qapıçı, iki mənalı. Baş üstə yatmaram gecəni bir an, əsən küləkdən də gözlərəm onu. Burada iki mənalı deyir, yəni həm kinayəli, həm də Qacarın sözünə qulaq asarmış kimi. Qacar, mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Aha. Zülfüqar. Zülfüqar yəqin ki, qapıçının adıdır. Bəri bax, dayanma, burada Zülfüqar. Vaqifi zindana sən özün apar. Amma burada vergül yoxdur deyənə. Burada vergül olsaydı tam bilərdi ki, xitab eləyir, Zülfüqar deyir. Amma aha. Daha sonra vəzir. Buyruq sizinkidir adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Qacar dəlicəsinə. Dağılın, dağılın, boğuldum yenə. Hamı çıxır. Qacar öz-özünə. Nə deyim tali deyənə. Könlüm ayrılmır xanimanından. Gözlərim doymur insan qanından. Xəstə kimi özündən şübhələnərək. Bu nədir canımda? Üşütmələr var. Aha, nə dərindir bu uçurumlar. Gözlərim qaralır, aman ölürəm. Ha, bu nədir? Yoxsa gülürəm. Günahsız qanlar mı gözümə durur? Özünün nəbzini tutaraq. Yox, hələ qəlbim qaydayla vurur. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölümlə çarpışacağam. Qılıncı çıxarır, qolları boşalır. Qılınca dirsəylənərək taqətsiz bir vəziyyət alır. Pərdə. Və 9-cu şəkil başlayır. Şuşa qalası, qayalıqda zindan, səhərdir, günəş inicə qalxır, Vaqif divara şeir yazır, sonra da yazdığı şeiri oxuyur. Əli bəy qulaq asır, Vaqif. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Mən cahan mülkündə doğru halət görmədim. Bircə saniyə. Hər nə gördüm, əyri gördüm, özgə gördüm. Daha doğrusu, hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Beyyət-i iqrar-i imani dəyanət görmədim. Deməli, görmədim şeirini deyir. Müxtəsər kim böyle dünyadan gərək etmək həzər? Ondan ötürü kim deyildir öz yerində xeyr-ü şər.
Alilər xaki məzəllətdə, dənilər mötəbər. Sahibi zərdə kərəm yoxdur, kərəm əhlində zər. İşlənən işlərdə əhkam-ı ləyaqət görmədim. Oğluna baxaraq, ah oğlum, of mənim qəhrəman oğlum, bu qədər qəm yemə qurbanın olum. Əli bəy, ata, nə qoyub, nə axtarırsan, zülmün qabağında ağlarmı insan? Vaqif, mərhaba, mərhaba, qəhrəman oğlum, bir gəl öpüm səni, pəhləvan oğlum. Oğlunu qucaqlayıb bərk-bərk öpür. Gözümün işığı, canım, ciyərim, bu nəmli torpaqlar olsa da yerim, mənim nə dərdim var, təki sən yaşa. Of qacar vicdanın döndümü daşa? Əli bəy, ata, bilirsənmi, Vaqif, nəyi, de nə var? Əli bəy, hələ də çöllərdə qaçaqdır Eldar. Sənin köhnə dostun vardır bir zaman. Sən özün qurtardın onu zindandan. Vaqif, bilirəm, bilirəm. Əli bəy, yaz ki Eldara, yaman bir gündəyəm, düşmüşəm dara. Bir kömək əli ver. Vaqif, yazım, qoy yazım. Cibindən dəftərçə çıxarıb yazır. Gülnar, tələsik gəlib qapıçının ovucuna pul basaraq pəncərədən. Əli bəy, Əli bəy. Əli bəy, ata, Gülnardır. Vaqif, sənin sevgilinin vəfası vardır. Gülnar, əlindəki kiçik bağlamanı pəncərədən uzadaraq, alın, ac qalmayın, ağlayır. Əli bəy, ağlama Gülnar. Vaqif, qızım, hər gecənin bir gündüzü var. Sənə halal olsun hər əməyimiz, yoxdur səndən özgə bir köməyimiz. Al bu məktubu qoynunda gizlə, onu gözün kimi qoruyub gözlə. Çatdır hardadırsa qaçaq Eldara. Gülnar, siz arxayın olun, çaparaq gedir Vaqif oğluna. Bir bax Gülnara, atalar sözüdür, yaxşı qulaq as. Aslanın erkəyi dişisi olmaz. Deməli, nə deyir? Aslanın erkəyi dişisi olmaz. Biz bu əsərdə deməli Kürd Musanın, bax Kürd Musanın dilindən eşidirik folklor nümunəsi. Sonra Eldarın dilindən eşidirik. Eldarın dilindən. Bax bir də burada Vaqifin dilindən eşitmiş olduq. Deyir aslanın erkəyi dişisi olmaz. Aha, ellər qurtaracaq bizi bu dardan, dünya ayırmasın səni Gülnardan. Deməli, doğmuş günəşə şairanə bir göz gəzdirərək. Odur, bax günəşin rənginə bir bax. Yanır kainata işıq saçaraq. O günəş gəncliyin timsalıdır, bil. Gəncliyin günəşi saralan deyil. Deməli, o günəş deyir, gəncliyin timsalıdır. Yəni, hələ də ümidlidir. Can balam, parlasın ömrün günəş tək. Nə can yanğısı gör, nə izdirab çək. Əli bəyin başını sinəsinə doğru çəkərək onu oxşuyur, vidadi gəlir, qapçı buraxmaq istəmir. Zülfüqar, olmaz kişi, bir dayan. Deməli, bayaqki qapçıdır bayaq elə düz demişik. Əslində biz bilmədik ki, adıdır yoxsa yox. Bəli, elə o qapçının adı Zülfüqar imiş. Kim gəlir? Vidadi və qapçı buraxmaq istəmir. Olmaz kişi, bir dayan, bizi işə salarsan. Vidadi, yox, mən onu görəm gərək. Kör eləsin səni fələk. Məni geri qaytarsan, qapıçı qapını açaraq. Zülfüqar, di gəl, tez ol, tez qayıt ha. Xəbər çatar birdən şaha. Onsuz da çox qudurğandı, çörək qan, suyu qandı. Deməli, Zülfüqar, adı Zülfüqar imiş qapıçının, bəli, buraxır. Vidadi daxil olur, Vaqifi qucaqlayır. Vidadi, nə qədər yalvardım yenə qacara, dedi, get səni də çəkdirirəm dara. Sonra bütün gecə xəyala vardım, Allaha üz tutub yenə yalvardım. Onda da görmədim vicdandan əsər, doğru deyirsənmiş, aldanmış bəşər. Bir kömək gəlməyir sizə əlimdən, sözüm yerə düşdü, niyə sağam mən? Niyə deyir sağam mən? Vaqif qardaşım, sən nahaq yalvardın ona. Söz əsər eləməz qəlbi pozğuna. Bir də qorxmuyuram mən heç ölümdən. Dünyanın qəlbində qalacağam mən. Deməli, üzrlüsən, ölümdən qorxmadığını deyir. Ölümdən qorxmadığını deyir. Aha. Vidadi, yox, ölüm sənə yaraşmır heç. Vaqif, Vidadi, gəl məndən bir dəfəlik keç. Qayıt kəndimizə, qorxuram səndən. Bari Vidadisiz qalmasın vətən. Vidadi, necə, mən qayıdım, bunu görməzsən. Sən ölən torpaqda öləcəyəm mən. Qapıçı Vidadini çəkə-çəkə aparır. Vaqif fikrə gedir, Əli bəy. Ata, lap heyranam Vidadiyə mən. Doğrudan o sənə yanır ürəkdən. Nə təmiz, nə böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Vaqif, böyük təbiətlər yaranır az-az. Hər yerdə, hər zaman inci tapılmaz. Pauza, həzin musiqi səsi Xuramanın
Xuraman pəjmürdə və son dərəcə dalğın gəlir. Xuraman artıq Xuramanın qaçıb getdiyi o İbrahim xan vətəni qoyub qaçıb, indi qalıb belə sərgərdan, indi gəlib təzədən Vaqifin yanına. Xuraman zəif bir səslə: "Vaqif, ey sərvərim, ey tacidarım." Vaqif acı bir fəryadla: "Nə var, nə deyirsən vəfalı yarım?" Baxın, burada bir kinayədən istifadə olunubdur. Bax, kinayə. Amma Vidadinin həyat yoldaşını nə adlandırırdı? Vəfalı qarım. Vəfalı qarım adlandırırdı Vidadi öz həyat yoldaşını. Vaqif isə vəfalı yarım adlandırır, amma bir kinayə ilə. Xuraman: "Uydum bu dünyada naz-ı nemətə, özüm də bilmədən uydum şöhrətə. Bilmədim axırı zəhrimar imiş, hər qızıl xəzinə bir şahmar imiş." Şahmar ilan mənasında. "İndi öz əlinlə gəl öldür məni, nə qədər alçaldım, alçaltdım səni." Vaqif daha şiddətli: Get, vəfasızsan bu dünya kimi. Görünmə gözümə bir röya kimi." Xuraman məyus və peşman qayıdır. Uzaqdan onun qəmgin səsi eşidilir. Xuraman: "Bir ceyrandım, ürkütdülər yatağımdan. Bir quş idim, ayrı düşdüm budağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar. Viran qalmış mənim bu can otağımdan." Vaqif bu nəğmədən mütəəssir olaraq: "Budur yeryüzünün əşrəfi insan, yaradır gündə bir hicranlı dastan. Nə idi o yazığın, nə idi günahı? İndi çöllərimdir onun pənahı. İnsan o müqəddəs bir kainatdır. O saf qəlbi pozan yalnız həyatdır." Tez pəncərədən: "Qapçı, qapçı, çağır gedəni. Oğul lap oyatdı o mahnı məni. Bəzən yanılsa da gözəl bir mələk, ondan iyrənsə də hər duyan ürək, buna müqəssirdir şübhəsiz zaman." Deməli, əslində Vaqifin bir növ burada ürəyi yumşalır. Deyir: "Qapçı, qapçı, çağır gedəni." Oğul deyir, o lap deməli mahnı ona təsir eləyir də. O deyir, oyatdı məni. Bəzən deyir, yanılsa da deyir bir mələk, yanılsa da buna müqəssirdir şübhəsiz zaman. Yəni günahı zamanda görür. Qapıçı qayıdaraq özünü qayadan atdı Xuraman. Vaqif başını əlləri arasına alaraq fəryadla: "Of, partla ürəyim, yazıq Xuraman, bizim eşqimizi məhv etdi zaman." Bilmirəm bu hansı eşqdən danışır, eşqimizi məhv etdi zaman. Eşq var idi ortalıqda, nəysə. Aha. Və 5-ci pərdə, 5-ci pərdəni növbəti videoda izah edəcəm.